Hər vaxtınız xeyirli olsun. Qardaş, niyə bu rusca video zat çəkəndə, rus dilində video çəkəndə hamı deyir, ona bax, nə savırmen, nə müasir adamdır. Nə rus dilini gözəl bilir, təmiz bilir. İndi bu nə sayılır? Türk dilində də video çəkəndə nə bax, mənə yaltaqlanır, bax, Türkçə girənlik edir. Bədi bax yığına. Rusiyanı nə mədəniyyəti ilə, nə televiziyası ilə əsrimizdən söhbət gedir. O yazarlardan söhbət getmir. Yazar axtarsaq hər ölkədə var. Rusiyanın nə mədəniyyəti, nə ailə mədəniyyəti ilə, nə çöl mədəniyyəti ilə Avropada it yerinə qoyan yoxdur. Heç Polşadan bəri keçə bilmir. Onların barajı Polşadır. Amma Türk bizim milli mentalitetə yaxındır. Mentalitet deməyək də, bizim milli dəyərlərə yaxındır. O milli dəyərlərə yaxın olma səbəbi ilə də Avropada, dünyanın hər yerində bilirlər ki, bizim mədəniyyət türklərə yaxındır. Türkün serialları, kinoları basıb yeyir dünyanı. Sən də qaçıb girmisən ey Rusun. Estağfurullah. Deyirsən ey Türkiyə yaltaqlanırsınız. Bu gün səni qoruyan Türk. Dünya dağılır. Elə bir sən öz şotunu oturmuşsan orada. Öz şotumuzu oturmamışıq biz. Bu gün Türkiyə görə sənə dəymirlər. Döndərərlər İranın gününə yoxsa, İsrailin gününə yoxsa. Amma sən nə edirsən? Rus dilində video çəksən, mən rus dilində yaxşı danışıram. Türk dilində də. Buna mən geniş bir video çəkmişəm YouTube kanalda. Bir 6-7 dəqiqəlik videodur. O Türkiyə avtobusu ilə gedəndə bizimkilərin verdiyi hoqqanı danışmışam. O müstəmləkəçilik qorxusu, nə bilim o yaltaqlıq hissi, içində olan Sovet ruhu. Ona bir geniş məlumat vermişəm. Yenə dedim, xırda video çəkim, cəmaatımız ayılsın. Misal deyəcəm, yaxşı, türklər pisdir, adam çox işlədirlər. Görmüsüz Türkiyənin hansısa bir zavodunda, hansısa bir zavodunda, hansısa bir bazarında, küçəsində Türkiyədə polis